Hansı vitamin çatmamazlığı insanda depressiya yaradır? Bugün bu haqqda danışacağıq. Deyirlər ki, evin işığını söndürəndə hər şey qaranlıq görünür. Bəzən beynimizdə də həmin işıq azalır. Amma bunun adı tənbəllik, həvəssizlik yox, orqanizmin biokimyasıdır. Depressiya hissi bəzən psixoloji deyil, bioloji olaraq, biokimyəvi olaraq işığın çatmamazlığıdır. Vitamin D, beynin gücü və beynin gün işığı vitamin D təkcə sümük üçün deyil, serotonin üçün də lazım olan hormona bənzər maddədir. Serotonin aşağı olanda əhval-ruhiyyə aşağı olur, motivasiyamız azalır, həmçinin özümüzü boş hiss edirik, gün boyu enerjisiz oluruq və maraqlısı da budur ki, qış aylarında depressiyanın artmasının, soyuq aylarda depressiv olmanın ən böyük səbəbi D vitamininin azalmasıdır. İkinci əsas faktor B12 vitaminidir. B12 vitamini beyin neyronlarının enerji kabili hesab olunur. B12 çatmamazlığında neyronlar siqnalı daha yavaş ötürür və bu zamanda insanın fokus azalır, beyin bulanıqlığı yaranır, həmçinin hər şeyə qarşı həvəs itir, yaddaş pozulur, İnsan özünü ağır hiss edir. Bəzən buna depressiya da deyirik. Amma problem B12 çatmamazlığı ola bilir. Üçüncü isə ferritindir. Beyin oksigeni, yəni ferritin aşağı olanda tamamilə istifadə edə bilmir. Bu zaman nə baş verir? Bu zamanda motivasiya azalır. Həmçinin konsentrasiya düşür, diqqət pozulur, fikirlər qarışmağa başlayır və həyat daha da çətinləşib kimi bir hiss yaranır. Bu psixologiyada deyil, bu hüceyrədə oksigenin çatmamazlığıdır. Dördüncü faktor maqneziumdur. Beynin sakitliyi, maqnezium sinir sistemini sakitləşdirən ən vacib xüsusiyyətlərindən biridir və o ən vacib bu qrup minerallara aiddir. Aşağı olanda insan özünü narahat, gərgin, həmçinin həyəcanlı hiss edə bilir. Bundan başqa yuxu pozğunluğu özünü göstərməyə başlayır. Maqnezium qanda azalarsa beyin stop düyməsini tapa bilmir. Növbəti əsas maddələrdən biri də omega 3-dür. Beyin yağlarının təmiri üçün çox önəmli bir faktordur. Beyin hüceyrələrinin 60% yağdan ibarətdir və omega 3 az olanda da emosional dalğalanma, əhval-ruhiyyə dəyişikliyi, tez əsəbləşmə kimi əlamətlər özünü göstərir. Bu zaman beyin bizə deyir ki, mənim materialım çatmır. Növbəti isə bir evi işıqsız, kabelsiz, oksigensiz, materialsız düşünün və sən o evdə yaşayırsan. Niyə qaranlıq hiss edirsən deyə soruşursan, çünki problem sən deyilsən. Problem evdə çatışmayan enerjidir. Depressiya bəzən psixoloji yox, sizin biokimyəvi markerlərinizin çatmamazlığı nəticəsindədir. Və nə edirik bu zaman? Bu zaman vitamin D, B12 səviyyələrini, ferritin, maqnezium səviyyələrini yoxlayırıq, endokrinoloqumuza yaxınlaşırıq və bizə özəl müalicə planını və qidalanma planını tərtib edirik. Özünüzə yaxşı baxın və bu videonun daha çox insana çatması üçün və daha çox insanın öz enerjisizliyini, səbəbini çözməsi üçün paylaşmağı unutmayın. Kanalımıza abunə olun. Sağ olun.